Azərbaycan və Özbəkistan arasında inkişaf edən əlaqələr enerji sahəsindən də yan keçmir. Artıq qlobal miqyasda enerji sahəsində etibarlı tərəfdaşa çevrilən Azərbaycan bu istiqamətdə də dost və müttəfiq Özbəkistanla əməkdaşlığını genişləndirəcək. Практически мы охватили все сферы. Biz praktik olaraq enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bugün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çox şaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Насколько многогранно наше сотрудничество. В проектах, связанных с разведкой нефтегазовых ресурсов, Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək. Бурение и разведывательные работы дадут хороший результат. Qarşılıqlı etimada əsaslanan çoxvektorlu əlaqələr iqtisadiyyatın bütün sahələrində olduğu kimi enerji sektoruna da yönəlib. Bir sözlə, Azərbaycan Özbəkistanda enerji sahəsində də yüksək əlaqələr qurur. Həyata keçirdiyi strateji enerji layihələri ilə qlobal miqyasda nüfuz qazanan ölkəmiz bu mühüm təcrübəsini qardaş Özbəkistanla da bölüşəcək. Мы объединяем усилия, мы создаем синергию, как сейчас любят говорить. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Bura artıq 1/3 layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlarla investisiya deməkdir. İnvestisiyalar isə bir qayda olaraq dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırılır. Братские страны и, как правило, туда, где существует хороший инвестиционный климат. Bugün Azərbaycanın Özbəkistanla münasibətlərinin inkişafı, ölkəmizin Mərkəzi Asiya ilə vahid iqtisadi və siyasi məkanda birləşməsi və bu yaxınlaşmanın qazandırdığı iqtisadi və siyasi dividendlərin təməlində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi strategiya, sülh gündəliyi və çevik diplomatiya dayanır. Bilirsiniz ki, Özbəkistan Orta Asiyanın ən böyük bazarıdır. Burada həm əhali sayından, həm ümumdaxili məhsul sayından ən böyük Orta Asiya ölkəsidir. Və burada Azərbaycan şirkətləri üçün yeni imkanlar açılır, yeni sərmayə imkanları, yeni nəqliyyat layihələri müzakirə olunur. Və həm Özbəkistan, həm Azərbaycan Türk dünyasının aparıcı dövlətləridir. Burada biz nəqliyyat dəhlizləri, orta dəhlizin inkişafından söhbət gedir. Eyni zamanda Çin ilə birgə nəqliyyat dəhlizlərinin inkişafından söhbət gedir. Ümumiyyətlə götürsək, bu səfər zamanı biz gördük ki, Avrasiya məkanında yeni təhlükəsizlik arxitekturası formalaşır. Azərbaycanın Özbəkistanla və digər Mərkəzi Asiya ölkələri ilə qurduğu dostluq körpüləri Asiyanın və Avropanın üfüqlərinə uzanır. Azərbaycan-Özbəkistan əməkdaşlığı neft-qaz sahəsində uğurla inkişaf etməkdədir və SOCAR əldə etdiyi nəhəng təcrübədən burada istifadə eləyir və Özbəkistanın geniş imkanları var neft-qaz sahəsində. Eləcə də Azərbaycanın mühüm geostrateji mövqedə yerləşməsi və uzun illər ərzində neft-qaz nəqli istiqamətində əldə etdiyi uğurlar burada həm də iki tərəfli əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir. O cümlədən də Türk dövlətləri arasında inteqrasiyanın daha da fəallaşmasında aparıcı rol oynayır. Azərbaycan-Özbəkistan münasibətləri siyasi etimad mərhələsindən ortaq regional iqtisadi güc mərhələsinə keçidlə xarakterizə olunmalıdır. Bunun üçün iki ölkənin mövcud üstünlükləri bir-birini tamamlayan mühüm imkanlar yaradır. Kazım Kazımov, Pərviz Mustafayev, AzTV xəbər.